Dövlət əsrində ölkəmizdə motosiklet sürücülüyünə maraq artıb. Xüsusən də gənclər arasında bunu həm hobbi, həm də alternativ nəqliyyat vasitəsi kimi seçənlərin sayı çoxalıb. Bu maraq isə xüsusi məşq tələb edir. Təlimlər adətən başlanğıc, orta və peşəkar səviyyələrə bölünür. Təlim prosesi isə nəzəri və praktiki olmaqla iki hissədən ibarət olur. Nəzəri hissədə yol hərəkəti qaydaları, motosikletin texniki xüsusiyyətləri və təhlükəsizlik əsasları izah olunur. Praktik hissədə isə sürücülər real idarə etmə vəziyyətlərinə uyğun manevrlər, balans və bacarıqları öyrənirlər. Başlanğıc səviyyədə tələbə ilk olaraq gəldikdə sıfır vəziyyətdə olur. Biz onu başlanğıc səviyyə, müəyyən bir səviyyəyə gətiririk, öyrədirik. Elementlərlə işləmək, tormozlama və s. Orta səviyyədə artıq yüksək silsili motosikletlərə keçid edirik. Professional səviyyə isə ən son səviyyədə artıq şəhərə tam hazır edirik. Bizdə burada ərazimizdə mini şəhərcimiz var. Tələbə şəhərə çıxmamışdan öncə simulyasiya yaradırıq, fiqurlarla məşqlər keçirik və s. Bütün bunlarla yanaşı təhlükəsizlik məsələlərinə xüsusi diqqət göstərilir. Sürücülərin moto dəbilqə, diz və dirsək qoruyucuları, əlcək və geyimdən istifadəsi tövsiyə olunur. Bu avadanlıqlar mümkün qəzalar zamanı xəsarət riskini azaltmaq üçün vacib hesab edilir. Eyni zamanda motosiklet seçimi də mühüm amildir. Yeni başlayanlar üçün boylarına və çəkilərinə uyğun və istifadə yerlərinə uyğun şəkildə motosiklet stili alsınlar. Misal üçün, deyəlim ki, siz daha çox uzaq yol səyahət üçün motosikleti alırsınızsa, touring, səyahət tipli motosikletlər seçə bilərsiniz. Yox, siz əgər sırf tıxac üçün motosiklet alırsınızsa, bu zaman naked street tərzi motosikletlərdən istifadə edib. Yolsuzluq üçün off-road tərzi, adventure enduro motosikletlər var. Yəni, bizim motosikleti niyə aldığımız, niyə başladığımız sualını birinci növbədə cavablandırdıqdan sonra motosiklet seçimi eləmək lazımdır. Əvvəllər motosiklet, moped, velosiped kimi iki təkərli nəqliyyat vasitələrindən tıxaclarda qalmamaq üçün istifadə edirdilər. Hətta hazırda da bu belədir. Lakin son zamanlar daha peşəkar səviyyədə öyrənməyə üstünlük verilir. Uşaqlıqdan həvəskaram moto üçün və təhlükəsiz sürmək üçün qərara gəldim ki, təlim keçməliyəm və 2 ayda təlim keçirəm. Əvvəllər heç ümumiyyətlə motosikletə həvəsim yox idi. Yəni sonradan bir həvəs yarandı. Yəni buranı gördükdən sonra həvəs yarandı. Demək olar ki, artıq 10-cu dərsimdir ki, motosiklet üzərində dərslər keçmişəm, öyrənmişəm və hal-hazırda təxmini 1 ay müddətində bu ümumi proqramı bitirəcəm. Bütün bunlar göstərir ki, motosiklet təlimi həyati əhəmiyyət daşıyır. Çünki düzgün bilik və doğru texnika təhlükəsiz idarə etmənin əsasını təşkil edir. Röya Salmanova, Sabir Şahbələdov, Teli Səhər.